Deməli, qan almaq üçün bizə lazım olanlar jüqut, yara bandı, spirtli pambıq, vakuet və iynə. Adətən böyüklərdə belə iynələrdən istifadə olunur. Ancaq uşaqlarda və damarı çətin tapılan böyüklərdə zərif damarlara düşmək üçün kəpənəkdən istifadə olunur. Və qan tüpü lazımdır təbii ki. Bizim hansı qan tüpündən istifadə edəcəyimizi aldığımız analizin növü təyin edir. Tutaq ki, bənövşəyi tüpdə falan analizlər, mavi tüpdə falan analizlər alınır. Çünki bu rənglər şərtidir. Fərqli ölkələrdə fərqli rənglərdə ola bilər. Hətta bizim ölkəmizdə belə fərqli xəstəxanalarda bu rənglər dəyişə bilər. Tüpləri bir-birindən ayıran nədir? Mən o haqda danışmaq istəyirəm. Məsələn, mavi tüp, hər tüpün dibində fərqli bir maddə olur və o maddə burada yazılır. Məsələn, burada sodium sitratdır. Məsələn, biz PT, qanın laxtalanma faktorlarının analizlərini aldığımız zaman mavi tüpdən istifadə edirik və bu tüpün dibindəki maddə qanı laxtalanmağa qoymur. Eyni şəkildə digər tüplərdə də fərqli maddələr var. Onlarda da fərqli maddələr var. Bundan da əlavə biz tüpün son istifadə tarixinin keçməməsinə diqqət etməliyik. Məsələn, bu tüpdə 2024-cü ilə qədər vaxtı var. Ümumiyyətlə, bu üç rəngdən başqa da tüplər olur. Sadəcə gündəlik ən çox istifadə olunan bənövşəyi, sarı və mavidir deyə hal-hazırda ancaq bunları göstərə biləcəm. Başqa məsələn yaşıl tüp var və s. İşte hastam. Hoş gəlmisiniz. Buyurun, sizi buraya alalım. Barkodu yapıştırarkən düz bu hissənin üzərinə yapışdırırıq ki, şüşənin digər hissəsində biz qanı görə bilək. Deməli, jüqutu bağlayırıq. Qanunuzu işlərini zəhmət olmasa. Çalışmalıyıq ki, qalın damarlardan götürək. İncə damarlardan götürdüyümüz zaman damarı partlada bilərik. Və spirt vurduqdan sonra əlimizi ora vurmamalıyıq. Və iynənin açıq hissəsi yuxarı qalmalıdır. Elə daxil olmalıyıq. 45 dərəcə buzal altında. Damarın istiqamətində daxil olmalıyıq. Son dəfə spirtliyirəm. Biraz əlimlə aşağı çəkib damara daxil oldum. Daha sonra tüpü bura taxıram. Və o avtomatik özü çəkir. Sonra jüqutu açırıq. İynəni çıxardırıq. İynənin ağzına bağlamalıyıq.